Hə, Qaraca dostum, buradasan? Dostum bilir ki, həftə sonu gələcəyəm və onu yedizdirəcəyəm. İlk işim bağımla salamlaşmaqdır. Gərək güllərin hamısına baş çəkim, sonra evə keçim. Bu dəfə meyvənin bol vaxtına düşmüşəm. Gör tut nə yaxşı dəyib. Meyvələri gəl məni ye deyir. Hə, gilas da şirəyə dolub. Amma yox, bu dəfə dərməyəcəyəm. Qoy biraz da yetişsin. Mənim ağcam buradadır ki, bağa girməyimdən heç 10 dəqiqə keçməyib, amma tez xəbər tutub gəlib. Qırmızı qarağat da məni dərdəyir. Gör meyvələri nə qəşəng yetişib. Nəhayət, mənim morğulu çəpərim var. Həm gözəldir, həm bol meyvəsi var. Bağın o tayından keçənlər də meyvəsindən dərib yeyə bilərlər. Savab da axı. Bu il moruq boldu. Gərək dərməyə başlayım. Ancaq ağaca imkan versə də. Mən moruq dərirəm, pişik də mənim qabağımda bax beləcə uzanır, mənə baxır. İmkan vermir işləyim. Deyəsən nəvaziş istəyir. Yox, tək nəvazişlə ötüşən deyil deyəsən. Acıb. Gedim onun yeməyini verim. Yoxsa əl çəkən deyil. Buna bir bax. İnciyib deyəsən. Hiss elədi ki, ağcanı yedizdirirəm. Gedib sürsümük gətirim. Bunlar da mənim qara toyuqlarımdır. Hava istidir, sərinlənmək istəyirlər. Əslində çimən biri də öbürlərini heç yaxına da buraxmır. Ay paxıl. Hamı elə bilir ki, qusara dincəlməyə gedirəm. Əslində isə bu balaca bağda səhərdən axşamacan 5 dəqiqə nəfəs dərməyə vaxtı olmur. Bu dəfə 9 don çiçəklərini dərəcəyəm. Onun çox ləzzətli çayı olur. Dərib qurudacağam. Xeyli vaxtım ona sərf olunacaq. Ağca, sənə nə olub? Niyə narahatsan? İmkan vermir, gör neçə dəfə ayaqlarıma dolaşdı. Az qaldı yıxılam. Hə, başa düşdüm. Tısbağanı görüb narahat olub. Niyə narahatdır görəsən? Pişiklər axı tısbağadan qorxmur. Tısbağa da tısbağadır ha. Adamın ürəyinə qorxu salır. Bunun zirəhinə nə olub? Harda əzilib? Yəqin maşının altına düşüb. Hə, zireh bunun üçün lazım imiş. İnsanların da belə zirehi olsaydı nə yaxşı olardı. Yox, nəsə pişik çox narahatdır. Tısbağa da əl çəkmir, düşüb pişiyin dalınca. Hə, bildim, başa düşdüm. Başa düşdüm pişik niyə narahatdır. Balası kolun arasında gizlənib. Ana ki ana, balası üçün görünən narahatdır. Aha, qaçdı, qaçdı. Yox, pişik sakitləşənə oxşamır. Məcbur olub tısbağanı küçəyə çıxardıq ki, pişiklər sakitləşsin. Hə, necəsən? Razısan? Sakitləşdin?
İndi imkan verəcəksən moruğumu dərim qutarım. Təzəcə moruğu dərib içəri keçmişdim ki, yağış başladı. Başladı, nə başladı? Ucundan tut, göyə çıx. Çoxdan belə yağış yağmamışdı.